Dostlar salamlar. Salamlar. Siz söhbətgaha dinləyirsiniz və biz bugün pullardan danışacağıq. 2026-cı il pul ilidir. Bizim də bir pullu adam appimiz var. Artıq istifadə olunur və təxmini artıq 2000-ə yaxın userimiz var. Gündəlik olaraq bir 100-ə yaxın adam hər gün nəsə o appin içərisində etməyə çalışır. Əsasən xərclərinin bölünməsi və s. İndi biz nə elədik? Depozitlərin müqayisəsi bəndə əlavə elədik. Adam yazır, sadəcə məbləği yazır ki, nə qədər pul qoymaq istəyir hesabına, faizi seçir, müddəti seçir və hansı bankda nə qədər pul qazanacaq, onu belə cədvəl halında bir dəfəlik görmüş olur və çox maraqlıdır ki, adamlar ondan yavaş-yavaş istifadə etməyə başlayırlar. Depozit daha klassik əmanət növü, investisiya növü sayılır. Elçin bəy, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Bugün qonağımız iqtisadçı Elçin bəydir və biz investisiyadan, fondlardan, yatırımdan danışacağıq. Bu klassik alət ki var, depozitə pul qoyuruq. Bu nə qədər də bizdə Qafar Dəmirçi qonaq olanda demişdi ki, ən bəsit növü budur. Heç bir biliyin yoxdur, amma gəlib banka depozit qoya bilərsən və 9, 10, 11, hətta bəzi bankalar var ki, 12% depozit verə bilirlər. İstəyirəm birinci ondan başlayaq ki, o depozit faizi necə formalaşır ki, insanlara aydın olsun ki, o necə formalaşır, niyə 12%-dir? Məsələn, əvvəllər daha aşağı idi, indi isə daha yuxarıdır. Niyə bir bank onu 9% verir, digər bank isə deyir ki, mən 11,5% verirəm. O şey nədən yaranır? Əslində, başlamaq üçün çox gözəl sualdır. Bəli, bank, gəlin ilk öncə bankın rolundan danışaq. Ümumiyyətlə, bank hansı funksiyanı yerinə yetirir? Faktiki olaraq biz investisiyalardan danışırıq, yığımlardan və yatırımlardan danışırıq. Bank iqtisadiyyatda bir vasitəçi rol oynayır. Sual yarana bilər ki, kimlə kimin arasında vasitəçi? Bu yığımlarla yatırımlar arasında bir vasitəçi körpü rolunu oynayır. Yəni əhali və şirkətlər, o cümlədən dövlət, yəni bunlar müəyyən belə deyək, gəlirləri var. O gəlirlərdən müəyyən hissəsini yığımlar formasında formalaşdırır və bunu əlbəttə ki, investisiyalara, yatırımlara yönəltməlidir. Bank klassik bir vasitəçi, ənənəvi bir vasitəçi rolunu oynayır. Yəni nə demək istəyirəm? Bank əhalidən, şirkətlərdən pulları depozit şəklində cəlb edir və öz mülahizəsinə uyğun olaraq, öz belə deyək, siyasətinə uyğun olaraq kredit formasında, yəni pula ehtiyacı olanlara, sərmayə, investisiyaya ehtiyacı olanlara yönəldir. Və burada sözsüz ki, bu arada onu da qeyd edim ki, banklar bu funksiyada, yəni vasitəçi funksiyasında tək deyirlər. Onlardan da başqa investisiya şirkəti var, fond bazarları var, kapital bazarı var və o da banklar kimi yığımların, investisiyaları transformasiyası ilə məşğuldur. Və bu funksiyada, bu rolda əlbəttə ki, banklar bir-biri ilə rəqabət aparır, əhalinin yığımlarının belə deyək, cəlb edilməsi baxımından. Ona görə müxtəlif banklar müxtəlif faizlərlə belə deyək, əhalinin yığımlarını, depozitləri cəlb eləməyə çalışır və burada bir çox faktor rol oynayır. Birincisi, əlbəttə ki, iqtisadiyyatda ümumi faizlərin belə deyək, dərəcəsi. Yəni, misal üçün, biz ən bəsit belə bir misaldan mən başlayayım. Əgər siz heç bir risk götürmək istəmirsinizsə, heç bir belə deyək, qeyri-müəyyənliklə üzləşmək istəyirsiniz, çox sadə bir formada siz belə deyək, depozitə də yox, siz misal üçün istiqraza investisiya yatıra bilərsiniz, dövlətə borca verə bilərsiniz, dövlət istiqrazını ala bilərsiniz. Yəni, hər istənilən ölkədə, milli valyutada həmin ölkənin dövlət istiqrazları ən aşağı faiz təklif edir. Niyə görə? Çünki risksizdir. Niyə görə risksizdir? Çünki vəsaiti dövlət cəlb edir və dövlətin həmin o vəsaitləri qaytarmamaq kimi ehtimalı çox aşağıdır, həddindən artıq aşağıdır. Yəni, burada indi sual yarana bilər ki, niyə bəs? Yəni, misallar olub, misal üçün, dövlət də öz, belə deyək, cəlb elədiyi vəsaitlər, istiqrazlar üzrə default elan edib, misal üçün, 98-ci ildə bu baş verib, Rusiya Federasiyası rublda cəlb etdiyi istiqrazlar üzrə məcbur qalıb default elan eləyib və sual yaranır ki, ümumiyyətlə, dövlət niyə default elan eləsin? Normalda dövlət istənilən halda o əhalidən, şirkətlərdən cəlb elədiyi vəsaiti qaytara bilər. Ən azından çap maşını, belə deyək də, pul çap maşının əlindədir. Mən Mərkəzi Bankı nəzərdə tuturam. Digər tərəfdən dövlətin fiskal siyasəti var. Yəni vergiləri
dövlət qaldıra bilər və o cəlb olunmuş əlavə vergilər hesabına borclarını qaytara bilər. Amma bu çox nadir hallarda baş verir, amma tarixdə belə bir hallar var və dövlət istiqrazları üzrə ölkədə müəyyən olunan faizlər ən aşağı faizlər olur. Bütün digər təşkilatların, o cümlədən bankların, digər şirkətlərin cəlb elədiyi vəsaitlər o faizdən yuxarı olmalıdır. Bu bir mənalıdır. Arasındadır. Çünki həm də Azərbaycanda investisiya deyəndə biraz da torpaq almaq, ev alıb atmaq qırağa, bu kimi ağla gəlir. Digər tərəfdənsə biz həm də deyirik ki, məsələn, sən əlində pul var, gəlib Hövsanda torpaq alma, amma gəl bank depozitinə yerləşdir. Misal üçün yerləşdir ya da birbaşa sənin kontrolunda olmayan ya da görmədiyin ya da 12 saat sonra oyananda ABŞ-də gördüyün hansısa bir qərara formalaşan bir yerə investisiya elə. Bunlar arasındakı gəlir fərqi ya da risk fərqini necə ölçə bilərik? Yəni çox düzgün məqama toxunursunuz. Ümumiyyətlə investisiya eləyərkən, o cümlədən qeyd etdiyiniz bank depozitlərinə investisiya eləyərkən gərək investor, yəni yatırım edən şəxs, bu hüquqi şəxs də ola bilər, fiziki şəxs də ola bilər, fərq etməz. O öz gəlirlik və risk belə deyək, gözləntilərini müəyyən eləməlidir. Yəni mən nə qədər gəlir qazanmaq istəyirəm və bunun qarşılığında mən nə qədər risk götürmək belə deyək, qabiliyyətim var. Aydın məsələdir ki, nə qədər çox gəlirlik belə deyək, gözləntisi varsa, gərək investor bir o qədər də risk iştahasını artırsın. Siz qeyd etdiniz torpaq və daşınmaz əmlak, bu əlbəttə ki, klassik ənənəvi investisiya üsuludur və orada gözlənti nədən ibarətdir? Mən indi siz torpağı qeyd etdiniz. Torpaq özü-özündə boş torpaq heç bir gəlir vermir. Əgər siz onu icarəyə verməmsinizsə, o heç bir gəlir verməyəcək. Ola bilsin torpağı alıb bunun üzərində hər hansı bir misal üçün kommersiya obyekti və yaxud da ev tikib siz onu icarəyə verə bilərsiniz. Oradan müəyyən gəlir formalaşa bilər. Amma insanların əksəriyyəti, xüsusilə də Azərbaycanda daşınmaz əmlak və torpağa investisiya edənlərin əksəriyyətinin gəlir gözləntiləri məhz həmin torpaq və yaxud da daşınmaz əmlakın qiymətinin bahalaşmasından formalaşır. Yəni bu da ənənədir. Bizdə Azərbaycanda 1-2 il istisna etməklə, mən 2014-2015-ci illəri istisna etməklə demək olar hər il torpaq və daşınmaz əmlakın qiyməti artır. Əvvəllər bu daha sürətli baş verirdi. İndi biraz bu artım templərində zəifləmə var, amma hər ehtimalda belə deyək də gözlənti odur ki, daşınmaz əmlakın, mənzilin və yaxud da kommersiya obyektinin və yaxud da ki, torpağın qiyməti artmaqda davam eləyəcək və onun da üzərində bu qiymət artımından da başqa, əlbəttə ki, həmin o torpaq və yaxud da daşınmaz əmlakdan mütəmadi gəlir əldə etmək, yəni icarə formasında. Amma orada bir dənə məqam var da, bu maliyyədə 72 qaydası deyilən bir şey var. Sənə verilən faizi 72-ni bölürsən həmin faizə, alınan rəqəm sənin investimin neçə ilə geri qayıdacağını göstərir. Misal üçün deyir ki, sən illik 8% qazana bilərsən o əmlakdan. Əslində o rəqəm bir qədər bizə aldadıcı gəlir də. İlə 8% o deməkdir ki, ilin 365 günü o dolu olacaq kirayədə və evin qiymətinin 8%-ni mən illik qazanmış olacağam. Amma ilin 365 günü Bakıda hər hansı bir yerdə, bir kənar bir yerdə evin dolu olması ehtimalı çox aşağıdır. Mərkəzdə isə sən o qiymətə, yəni almaq istədiyin qiymətə evi çox çətinliklə tapa bilərsən də və üstəgəl o şeylə bağlı, maliyyə ilə bağlı maraqlananda evin satılması həmin an baş vermir. Misal üçün siz Sibirizdən ev ala bilərsiniz, amma həmin an daha baha qiymət, məsələn tutaq ki, bahalaşıb 5% və satmaq istəyirsən, həmin an sata bilirsən. Əlbəttə ki, yox. Bankda isə belə də getdim, depozitimi geri çəkdim, faizimi götürdüm, qurtardı getdi də. Yəni məsələnin rahatlığı bəlkə də bundan ibarətdir. Bəli, tamamilə doğrudur. Ümumiyyətlə gəlirlər haqqında danışanda gərək biz iki gəliri bir-birindən ayıraq. Birincisi realizasiya olunmuş gəlirdir. Misal üçün siz söhbətin əvvəlində bank depozitindən danışdınız. Bank depozitinin özəlliyi, üstünlüyü ondan ibarətdir ki, mən bank depozitini yerləşdirirəm və şərtlərdən asılı olaraq mən hər ay faiz gəliri əldə edirəm. Düzdür, o mənim hesabıma gəlir. Yəni bu faktiki realizasiya olunmuş gəlirdir və müddətin sonunda mən investisiya elədim, yəni depozitə qoyduğum pulu mən geri götürürəm. Amma torpaq və daşınmaz əmlak məsələsində bu biraz o bayaq danışdığımız o qiymət artımı məsələsi o real gəlir kimi olmur. O elə bir ki, bir növ realizasiya olunmamış gəlir. Rəqəmdir də görürük orada. Rəqəmdir, hə, yəni bugün mən daşınmaz əmlakı almışam, misal üçün Azərbaycanda hər hansı bir nöqtədə və xüsusilə də Abşeron və Bakı ərazisində bu qiymət artımı bilavasitə özünü daha bir üzə verir, nəinki digər regionlarda və mən bir il keçib mənə deyirlər ki, sən aldığın belə deyə zonada, regionda tutalım ki, qiymətlər 10% artıb. Hə, mən hesab edirəm ki, mənim buradan 10% gəlirim var, amma mən onu satmasam realizasiya
realizasiya etməyəcəm də. Yəni aydın məsələdir ki, bu realizasiya olunmamış gəlirdi. Eyni şeydə misal üçün indi biz yəqin ki, o barədə də danışacağıq. Qiymətli kağızlardan gedir. Səhmləri insanlar alır, səhmlərdən var mütəmadi gəlir, hansı ki, dividend formasına verilir. Bir də var ki, səhmin qiymətinin artması. Amma sən o qiymətin artmasından əldə olunan gəliri ancaq səhmi satandan sonra realizasiya edə bilərsən. Yəni bu çox vacib bir məqamdır. Bazaya qayıtsaq, qiymətli kağız nə deməkdir? Kağıza kim qiymət qoyur? Məsələn, mən neyniyə bir kağız götürsək biz Tural'la, onu necə qiymətli eləyərlər? Söhbətgahın istiqrazı. Söhbətin istiqrazı. Əslində yaxşı ideyadır. Əgər hüquqi şəxs formasında siz belə deyə təşkilatlanmısınızsa, əlbəttə ki, istiqraz da buraxa bilərsiniz, vəsait də cəlb eləyə bilərsiniz. Gəlin ondan başlayaq. Ümumiyyətlə qiymətdə pul qazanmağın yeni növü. Təşkilatlanma deyəndə orada mən itirdim. Yox, hüquqi şəxsdir də, söhbətgah MMC-dir. Bax, MMC-dir. Çox gözəl. Yəni hüquqi şəxs əlbəttə ki, orada heç bir məhdudiyyət yoxdur. Səhm buraxa bilməzsiniz, amma istiqraz buraxa bilərsiniz. Bu bir mənalı. Çünki səhmləri ancaq səhmdar cəmiyyətlər buraxa bilər. Bu qanun tərəfindən qoyulmuş məhdudiyyətdir. Bu Azərbaycandadır, bu arada onu da deyim. Misal üçün Birləşmiş Ştatlarda və digər misal üçün ölkələrdə fərqi yoxdur. Sən MMC-sən, yoxsa sən açıq səhmdar cəmiyyətsən, yoxsa qapalı səhmdar cəmiyyət. Orada var hüquqi şəxs, bir də var ki, yəni hüquqi şəxs olmayan, yəni fərdi sahibkar və s. Bütün hüquqi şəxslər həm səhm və həm də istiqrazla buraxa bilərlər. Orada sadəcə olaraq, yəni sən hüquqi şəxs kimi o yazılır bütün şirkətlərin axırında, nə bilim, nəsə bir şirkət, misal üçün Apple.Inc yazılır da. Inc nədir? Incorporated. Yəni mən artıq hüquqi şəxs formasında formalaşmışam və kapital bazarına mənim tam rahat belə deyə çıxışım var. İndi qayıdaq sizin sualınıza. Bu qiymətli kağız nədir? Qiymətli kağıza müxtəlif aspektlərdən baxmaq olar, müxtəlif prizmalardan baxmaq olar. Hər kəs onu bir cür anlayır, amma çox bəsit və sadə formada mən bunu sizə deyə bilərəm ki, qiymətli kağız müqavilədir. Yaxşı, müqavilədir. Qiymətli kağızın iki əsas növü var, bunu hamı bilir, səhm və istiqrazlar. Yəni səhmlə müqaviləsidir, istiqrazla müqaviləsi. Bax, siz deyirsiniz söhbətgah MMC, düzdür? İndi fərz eləyək ki, siz istiqraz buraxırsınız və o istiqrazı, misal üçün mən əldə eləyirəm, mən oraya investisiya eləyirəm. Mən faktiki olaraq sizlə müqavilə bağlamış oluram ki, yəni mən sizə misal üçün 1000 manat vəsait verirəm, 1000 manatı siz mənə 5 ildən sonra qaytarmaq vədi ilə əlbəttə ki verilir. Müxtəlif müddətlər ola bilər. Burada 1 il, 3 il, 5 il, yəni bu rol oynamır və onun qarşılığında mən ki o vəsaiti sizə verirəm. Yəni onu faktiki olaraq istehlak eləmirəm. Siz onu istifadə edəcəksiniz. Siz oradan gəlir qazanacaqsınız. Onun da bir hissəsini, yəni faiz şəklində siz mənə qaytaracaqsınız. Bu aramızda olan bir müqavilədir. Amma ənənəvi o iki tərəfli bağlanmış müqavilələrdən fərqli olaraq burada müqavilə sizlə investorlar arasındadır. Yəni siz nə edirsiniz? Siz sadəcə olaraq o istiqrazın şərtlərini, yəni nə qədər istiqraz buraxırsınız, hansı valyutada buraxırsınız, hansı müddətə buraxırsınız, hansı faizlə buraxacaqsınız. Siz bunu bir belə deyək, kağız parçasına yazırsınız. Biz buna emissiya prospekti deyirik. Bizdə mərkəzi bank var da, yəni qiymətli kağızlar bazarını ümumiyyətlə maliyyə bazarına nəzarət edən orqandır ümumiyyətlə. O qanun tələb edir ki, bu cür yəni sən kütlədən vəsait cəlb edirsənsə, mütləq şəkildə sən bunu belə deyək, müvafiq dövlət orqanı ilə sən bunu razılaşdır. Siz həmin o emissiya prospektini, yəni istiqrazın, borcun şərtlərini siz onlara təqdim edirsiniz. Onlar baxırlar, görürlər hər şey qaydasındadır. Sizin bir şirkət kimi bir problem yoxdur. Orada yazılanlar qanunvericiliyə və s. uyğunluğu var. Onlar qeydiyyata alınır. O qeydiyyata alınandan sonra mən o istiqrazı sizdən alıram. Yaxşı. İstiqrazı alıram və mən misal üçün bank depozitindən fərqli olaraq bu insanlar bir-birinə borc verir, borc müqavilə. Bundan fərqli olaraq qiymətli kağızın o müqavilələrdən belə tək fərqi ondan ibarətdir ki, mən bunu digər şəxsə də ötürə bilərəm. Yəni sizdən soruşmadan borcu mən sizə vermişəm, amma bu o demək deyil ki, o borcun faizlərini və əsas belə deyək də məbləği müddət qutaranda siz məhz mənə qaytarmalısınız. Həmin kağız kimdədirsə, siz ona qaytaracaqsınız. Mən onu götürüb misal üçün başqasına bazarda sata bilərəm və yaxud da ki bağışlaya bilərəm və yaxud da ki nə-nəsə dəyişə bilərəm. Yəni günün sonunda bunun sizin üçün də bir böyük əhəmiyyəti yoxdur. Həmin şəxs gəlir, deyir ki, bax, mənim istiqrazım var və sən mənə buna görə faiz verməlisən, faizlərimi zəhmət olmasa ödə və müddətin sonunda da əlbəttə ki, həmin o vəsaiti qaytarmaq. Yəni əslində bu bir söhbətgah MMC ilə mənim aramda olan bir müqavilədir. Amma bu müqavilədə mən tərəf olaraq hüquqlarımı başqasına ötürə bilərəm. Yəni qiymətli kağızların ən böyük üstünlüyü ondan ibarətdir ki, hüquqlar rahat şəkildə ötürülə bilər. Bir də sual verim, başladı sual şeydə. Mən tutaq ki, gəldim,
ya yerli ya da xarici istiqraz aldım. Nə bilim tətbiq vasitəsilə ya da nə bilim Fərq etməz. Fərq etməz bir cür. Mənim tərəfimi kim saxlayır? Hüququmu kim qoruyur? Dövlət qoruyur. Həm yerli, həm xarici alsam yenə də dövlət qoruyur. Yox, yəni aydın məsələdir ki, bizim hökumətin, yəni Azərbaycanda nəzarət orqanı hal-hazırda bu Mərkəzi Bankda daha öncə digər qurumlar olub və s. fərq etməz. Yəni hansı dövlət qurumudursa, o cavabdehlik daşıyır. Amma ölkə hüdudlarında. Çünki belə deyək də nəzarət orqanının yurisdiksiyası ancaq öz dövlət hüdudlarında. Misal üçün siz aldığım platforma nəzarət formasında bilirsiniz necədir? Bax, bayaq biz vasitəçilərdən danışdıq. Mərkəzi Bank tək bu qiymətli kağızların buraxılışını tənzimləmir. Yəni kim buraxa bilər, necə buraxa bilər, tək ona dair qərarlar və tənzimləmə həyata keçirmir. O eyni zamanda o istiqrazlar və yaxud da səhmlər buraxılanda ortada bir vasitəçi var. Dövlət deyir ki, mütləq şəkildə vasitəçi olmalıdır. Bu vasitəçilər kimdir? İnvestisiya şirkətləridir. Sual yaranır. Məsəl üçün bəziləri də sual verir. Mən səhm almaq istəyirəm. Mən niyə gedib bunu fond birjasına birbaşa ala bilmərəm? Mən niyə gedib biz emitent deyirik də, o borc buraxan, səhm buraxan təşkilata emitent deyirik. Söhbətgah bu halda emitentdir də. Yəni mən niyə emitentlə birbaşa əlaqə saxlaya bilmərəm? Çünki dövlət deyir ki, bu çox qəliz bir prosesdir. Burada belə deyək də sən müəyyən hüquqlar var, digər məsələlər var və s. Ona görə sənlə emitentin arasında bir vasitəçi olmalıdır. Yəni biz bunu nəzarətdə saxlamalıyıq. Vasitəçi də belə deyək də nəzarət orqanının nəzarət subyektidir. Yəni misal üçün mən indi investisiya şirkətində çalışırıq, biz bu işlə məşğuluq. Yəni biz öz başına deyilik də. Yəni biz misal üçün investorların vəsaitlərini həm yerli kağızlara belə deyək yönəldirik, həm də ki xarici kağızlara. Bu istiqraz da ola bilər, səhm də ola bilər, digər investisiya fondlarının payları da var. Yəni çox dərinə getmək istəmirəm o barədə. Amma biz nəzarət subyekti. Yəni Mərkəzi Bank mütəmadi şəkildə bizi yoxlayır və soruşur, misal üçün investorun sən vəsaitini yerləşdirmisən, qanunvericilik normalarına riayət eləmisən və s. Tural da mən də biz ABB Investdən desən elə o. Mən onu açdım. ABB Investdən səhm aldım. Mənim 3900 səhmim var. Hə. Və siz deyilsə nə almısınız? Tural bu səhmlərini qoruyur da. Yəni bu şeyin səhmləridir. Bəli, tamamilə doğrudur. Yəni biz bir investisiya şirkəti olaraq, yəni sizin belə deyək, yatırdığınız investisiyaların qorunmasına belə deyək də bir növ məsuliyyət daşıyırıq. Çünki sabahlarım bu xidməti Tural bəy, biz bu xidməti göstərmişik. Siz o belə deyək, qiymətli kağız alanda bizə komissiya ödəmisiniz də. Yəni onun qarşılığında əlbəttə ki, biz təkcə burada aldıq sizin hesabınıza yerləşdirdik məsələsi deyil də. Yəni biz sizin hüquqlarınızın qorunmasında əlbəttə ki, belə deyək, sizin təmsilçiniz. Yerli səhimin söhbəti gedir də. Məsələn ki, ABB-nin səhiminin hal-hazırdakı qiyməti 30-31 qəpikdir də. Hal-hazırdakı kurs budur. 30 qəpikdən alırsan, 31 qəpikdən satırsan. Orta qiymət 34 qəpikdir. İndiyə olan, yəni verilişimizin çəkilmə tarixi 13 fevral tarixinə olan məlumatı deyirəm sizə. Bu qiymət necə müformalaşır? Bax, burada gəlirik qiymətli kağızlar bazarının çox gözəl üstünlüyünə. Bax, bayaq siz sual verdiniz ki, depozitlər, müxtəlif banklar müxtəlif faizlərlə depozit cəlb edir. Siz hətta tətbiq adı çəkdiniz, mən açığı eşitməmişdim. Çox gözəl bir ideyadır əslində. Yəqin ki, bu bütün depozitləri müqayisə edib, yəni mən bir investor olaraq tam depozitə yerləşdirmək istəyirəm. Mən ən yaxşı özüm üçün təklifi almaq üçün mən nə etməliyəm? Mən qapı-qapı gəzməliyəm da. A bankı, B bankı, C bankı hansı şərtlərlə təklif edirsiniz depoziti və ondan sonra beynimdə formalaşdı. Hə, bu yaxşıdır. Mən qərarını verənə qədər orada faizlər dəyişə bilər. Amma qiymətli kağızlar bazarında bu biraz daha belə deyək də, daha mütəşəkkil formada bu təşkil olunub. Yəni fond birjası var. Fond birjası bildiyimiz bazardır. Qiymətli kağızlar bazarı. Yəni orada bizim kimi, yəni mənim çalışdığım şirkət kimi vasitəçilər var. Onlar müştərilərdən sifarişlərini toplayır. Misal üçün siz indi ABB səhmlərindən danışırsınız da. ABB səhmini satmaq istəyirəm. Problem yoxdur. Neçədən satmaq istəyirsən? Hə, bu qiymətdən satmaq istəyirəm. Mən daha bir də telefonla zəng vurub bir digər müştərilərdən, bir müştəri var, o satmaq istəyir bu qiymətdən, sən istəyirsən almaq yoxsa yox və yaxud da ki, digər investisiya şirkətləri nəzərindən məndə satan var, sən almaq istəmirsən və belə bir şey yoxdur, bu artıq nə vaxtsa var idi, indi yoxdur. Yəni lap qədim dövrlərdən söhbət gedir də. Misal üçün indi biz tarixə girsək, misal üçün Wall Street
Street, Wall Street deyirlər də. Wall Street nə olub? New Yorkda təzə yarananda belə bir deyək də. Həqiqətən də orada bir divar olub. Deyəsən səhv etmirəmsə o yerli yəni Amerikanın yerli xalqları o Avropadan gəlmələrə daim hücum çəkirdilər və s. və onu qorumaq üçün New Yorku qorumaq üçün bir orada divar tikmişdilər. Adını da qoymuşlar ki, Wall aydın məsələdir və orada həmin o vasitəçilər, brokerlər, yəni çox sadə dildə desək, onlar toplaşırdılar. Hə, falan şirkətin səhmləri var, mənim müştərim satır, sən almaq istəmirsən və s. Sonralar dedilər ki, nəsə bu çöldə dayanıb belə deyək də bu formada eləməyə gəlin bir bina soyuqdur, bəli. Gəlin bir özümüzə bina qoyaq, bir tikək ya bir yer olsun, onun içində toplaşaq və gəlin razılaşaq ki, gəlin hər gün saat 9-dan 6-ya qədər biz gələcəyik. Çünki o belə qeyri-mütəşəkkil formada oldu. Elə oldu fond birjası formalaşdı. Düzdür, o birinci fond birjası deyil, ondan əvvəl Niderlandda formalaşıb, səhv etmirəmsə 1650-ci illərdə. Yəni bu belə bir baş verib. Yəni biz indi də misal üçün siz deyirsiniz də qiymət necə forma? Sadəcə qiyməti biz hamımız ötürürük həmin o fond birjasına. Fond birjası da çıxardır həmin o qiyməti siyahı şəklinə qoyur. Fərq etmir kim bunu qoyub. O heç kimə maraqlı deyil. Əli bəy yoxsa Tural bəy, o heç kimə maraqlı deyil. Sadəcə qoyulur. Misal üçün kodla gedir də. Misal üçün nəsə bir kod 30 dənə səhm satır, misal üçün 31 qəpikdən. Başqası var, misal üçün satır 29 qəpikdən, 28 qəpikdən və müxtəlif qiymətlər. Fond birjasının da funksiyası burada çox sadədir. Ən yaxşı alış qiyməti ilə ən yaxşı satış qiymətli sifarişləri bir-birinə uzlaşır. Yəni qiymətlər üst-üstə gəlməsə heç vaxt uzlaşma baş verməz. İki dənə belə kəllə-kəlləyə dəyən şey var. Biri səhmlərdir. Toxuna bildiyimiz şirkətlər, gedirsən Samsungun, Apple-ın səhmini alırsan, gözləyirsən, qarşında çox stabil bir, indi Nvidia zət hərdən 400% böyür, onları qırağa qoysaq, stabil bir gediş var, qalxır, bir kalkulyator var. Onun da qarşısında isə coinlər var. Hə, kriptovalyutalar. Düşür, qalxır. Hansı uzun müddətli məsələlərdə daha stabil görürsüz bir ekspert kimi? Bax, mən burada şəxsi subyektiv fikirlərimi sizdən paylaşacağam. Mən ümumiyyətlə hesab edirəm ki, insanlar bayaq biz ən birinci bank depozitindən başladıq. Bu bir aktiv növüdür, yaxşı. Sonra daşınmaz əmlaka keçdik. Bu da bir aktiv növüdür. Sonra qiymətli kağızlardan daşdıq. Bu da aktiv növüdür və indi siz kriptovalyutanı soruşursunuz. Bu da bir aktiv növüdür. Amma digər aktivlərdən fərqli olaraq kriptovalyutaların çox belə deyək də maraqlı bir xüsusiyyəti ondan ibarətdir ki, bu aktiv kriptovalyuta özü özündə heç bir gəlir formalaşdırmır və qazandırmır. Nə mənada? Yəni mən o mütəmadi gəlirdən, misal üçün biz daşınmaz əmlakdan danışdıq. Daşınmaz əmlakı kirayə vermək olar, icarə vermək olar, mütəmadi gəlir əldə etmək olar. Yaxşı. İstiqrazdan siz faiz ödənişləri alırsınız. Səhmlərdən dividend alırsınız. Bank depozitindən də o cümlədən faiz alırsınız. Amma kriptovalyuta özü özündə heç bir gəlir formalaşdıra bilməz. Çünki o iqtisadiyyatda belə deyək də heç bir kriptovalyuta özü özlüyündə bu pul kimi bir şeydir də. Yəni kriptovalyutadan danışanda soruşurlar kriptovalyuta nədir? Aktiv növüdür nədir? Mən həmişə deyirəm ki, kriptovalyuta bir əmtəədir. Yəni bilirsiniz necə gəlir formalaşdırmayan bir əmtəə. Qızıl. Mən qızılla kriptovalyutanın arasında bərabər belə deyək, işarəsi həmişə qoyuram. Qızıl öz-özünə, yəni özünüz də görürsünüz son zamanlar qiyməti kəskin formada artdı, amma sonra yenə də biraz gerilədi. Bilirsiniz bu hardan irəli gəlir? Yəni artıq misal üçün ABŞ dollarına inam azalma bu siyasi, geosiyasi məsələlər fonunda hamı həmişə pulunu belə deyək də dollarda saxlamağa üstünlük verir. Çünki dünyanın ən belə deyək də risksiz ən böyük iqtisadiyyatıdır və o iqtisadiyyatın da valyutası ABŞ dollarıdır da, düzdür. Hamı çalışır ki, həmin valyutada saxlasın günün sonunda. Misal üçün bu saat deyirlər ki, Çin iqtisadiyyatı çox böyüyüb və s. və ilə axır, amma siz təsəvvür edirsiniz Çin iqtisadiyyatında o ölkə olaraq, onun rezidentləri olaraq onlar həmin o yığımlarının böyük hissəsini yenə də gün sonunda ABŞ dollarında, ABŞ dolları deyəndə mən tək belə deyək də nağd vəsaiti nəzərdə tutmuram da, ABŞ banklarında dollar depozitləri, ABŞ dövlət istiqrazları, ABŞ şirkətlərinin korporativ dollarda denominasiya olunmuş istiqrazlar və s. bunu nəzərdə tuturam. Yəni amma kriptovalyuta öz-özündə heç bir yəni gəlir formalaşdırmır. O sadəcə olaraq indi tarixçəsini hamımız çox yaxşı bilirik. 2009-cu ildə o nə fonunda bu ortaya çıxdı da.
indi o Satoshi Nakamoto dediyimiz o belə deyək də Naməlum naməlum şəxs və yaxud da bir qrup şəxs indi heç kim bilmir, yəqin ki də heç vaxt bilinməyəcək. Hamıya maraqlıdır bu kimdir. O yadınızdadırsa 2008-ci ildə dünyada maliyyə böhranı baş verdi. Maliyyə böhranı baş verəndən sonra nə baş verdi? Yəni dövlətlər belə deyək də dayanıqlığını itirmiş, belə deyək də maliyyə dayanıqlığını itirmiş və çətin vəziyyətdə qalan iri sistem banklarını başladı dövlət büdcəsi hesabına, yəni vergi ödəyicilərinin hesabına onları belə deyək, sağlamlaşdırmağa ya onlara borc verdilər çox güzəştli faizlərlə və yaxud da ki, bəzi hallarda misal üçün Birləşmiş Ştatlarda onların kapitalına birbaşa vəsait qoydular ki, bank belə deyək də likvidliyini itirməsin, dayansın. Hamını xilas etmədilər. Bəziləri belə deyək getdi. Misal üçün Lehman Brothers bankı hansı ki 150 ilin bankı idi, o getdi. Elə onun getməsi ilə belə deyək də müflis olması ilə maliyyə böhranı başladı sentyabrın 15-i 2008-ci il. Və bundan sonra dövlətlər iqtisadiyyatı, çünki bilirsiniz də, ümumiyyətlə maliyyə sistemi, bank, qiymətli kağızlar bu iqtisadiyyatın qandamar sistemidir. Qandamar sistemində tutulma olanda nə baş verir? İnsan orqanizmi belə deyək də artıq qidalana bilmir, əzəllər və s. Eyni şey də iqtisadiyyatdadır. Yəni iqtisadi sektorlar, real sektorlar, onlar qidalana bilmir və çətinliklə üzləşirlər və bu hadisələrin fonunda dövlət başladı külli miqdarda vəsaiti dövlət büdcəsinə əlbəttə ki, belə deyək də belə deyək, vergi ödəyicilərinin vəsaitlərini yönəltməyə, həmin o bankların xilas olunmasına və əhalidə bu çox böyük etiraza səbəb oldu ki, mən başa düşə bilmirəm. Yəni bu iri banklardır və s. bunlar milyardlarla, milyonlarla pul qazananda bizi düşünmürlər, amma nə oldu indi mənim ödədiyim vergidən sən onu gedirsən xilas eləyirsən ki, o yerində qalsın və onun səhmdarları oradan bəhrələnsin. Yəni belə bir etiraz məsələsi ortaya çıxdı və bu həmin o Satoshi Nakamoto dediyimiz şəxs yaxud da bir qrup şəxs düşünür ki, artıq bəsdir. Artıq bəsdir. Pul üzərində dövlət monopoliyasına son qoymaq vaxtı gəlib çatıb. Pul nədir? Pul ödəniş vasitəsidir. Yəni biz gedirik, misal üçün hər hansı bir məhsul alırıq, xidmət alırıq, onun qarşılığına pul veririk. Niyə pul verir? Niyə bizdən o, misal üçün xidməti və yaxud da malı satan adam o pulu bizdən alır? Çünki o bilir ki, o pulu özü də gedib digər şəxsdən mal və yaxud da xidmət alıb öz belə deyək də tələbatlarını qarşılaya biləcək. Amma bu pulun yəni ödəniş vasitəsi kimi pulun buraxılması dövlətin monopoliyası var. Dövlət deyir ki, bax pul ancaq bizdə də var. Azərbaycan Respublikasının konstitusiyasında yazılıb ki, yəni yeganə ödəniş vasitəsi respublika daxilində bu manatdır, düzdür? Yazılmayıb dollardır, evrodur, qızıldır, gümüşdür, kripto var. Yazıb manatdır. Siz istənilən obyektə girsəz, ora dollar verə bilməz. Yalnız manat qəbul olunur. Çünki bu dövlət buna qanun tərəfindən monopoliyasını qoyub ki, mən tənzimləyəcəm. Amma İnflyasiya niyə görə baş verir? Pula qarşı, bax biz danışırdıq da dollara inam yavaş-yavaş azalır və nəticədə qızılın qiyməti artır. Çünki ABŞ dövləti həmin o öz monopoliyasından başlayır sui-istifadə eləməyə. Misal üçün müəyyən siyasi belə deyək, təzyiqləri göstərmək üçün bariz nümunə misal üçün Rusiya Federasiyasına qarşı qoyulmuş sanksiyalar. Yəni Rusiya Federasiyasının səhv etmirəmsə 350 milyard dollar vəsaiti bu dövlətin belə deyək də xalqın pulu Amerika banklarında, qərb banklarında dondurulmuş vəziyyətdə qaldı. Deyir mən qoymuram sənə istifadə. Deyir mən bu belə olmaz da. Yəni bu siyasətlə iqtisadiyyatı gəlin bir-birinə qarışdırmayaq və s. Bu fonda həmin o belə deyək, həmin o Satoshi Nakamoto bu kriptovalyutanı, Bitcoin ilk dəfə onun yazır çıxardır ki, yəni artıq dövlətin monopoliyasına son qoymaq vaxtıdır. Mərkəzdən qaçma. İnsanlar, yəni günün sonunda belə deyək də pul öz-özlüyündə kağız. Heç kimə lazım deyil. Heç bir dəyəri yoxdur. Qızıldan fərqli olaraq. Qızılı misal üçün biz zinət əşyalarında istifadə eləyə bilərik və yaxud da bilmirəm, başqa sənayedə istifadə olunur qızıl aktiv şəkildə bəzi sektorlarda. Amma pul kağızdır da, pulun bir dəyəri yoxdur. Nə qədər də rəngli və belə qəşəng görsənsə də pulun bir belə də öz-özündə dəyəri yoxdur. Pulun dəyəri ona görə var ki, bunu dövlət monopoliyası qoyub ki, sən bunu digər bir subyekt digər subyektə nəsə bir şey alanda onu əvəzləyə bilər. Satoshi Nakamoto deyir, artıq bəsdir. Çünki sui-istifadə olunur. Yəni ona görə gəlin iqtisadiyyatda, bu real sektorda mal və xidmət mübadiləsini sağlam şəkildə tənzimləmək üçün mərkəzdən idarə olunmasın. Gəlin biz bu kriptovalyutanı yaradaq və hamının belə deyək də bir-birinə bu kriptovalyutanı ötürmək vasitəsilə biz öz ehtiyaclarımızı qarşılayaq. Və buradan da kriptovalyuta ortaya çıxır. Yəni bir belə deyək, fəlsəfi nöqteyi nəzərdən yanaşsaq, bəlkə də
belə deyək də, biraz onun dəyəri məhz ondadır ki, ödəniş vasitəsi kimi istifadə olunur. Pulun əvəzinə mən Bitcoin saxlayıram. Amma mən Bitcoin alım, Bitcoin mənə faiz vermir, dividend vermir. Bitcoinin dəyəri yalnız həmin o Bitcoinə inanan şəxslərin, investorların inamından asılıdır. Bugünkü gündə biz nəyə müşahidə edirik? Kriptovalyuta, yəni Bitcoin əsas Bitcoindir də əlbəttə ki. $120.000 bəlkə də onun üzərində rekord hədlərə çatmışdı. İndi artıq geri qayıdıb və 78-ə düşdü. 78-ə düşdü, ondan da aşağı düşdü. Və bu belə deyək də, hamı soruşur ki, niyə belə baş verdi? Müxtəlif analizlər var, müxtəlif təhlillər var, hər kəs bir söz deyir, amma günün sonunda bu nəyi göstərir? Bu göstərir ki, kriptovalyutanın düşməsi fonunda qızılın da qiymətinin artması. Açığı mən gözləyirdim ki, bu qeyri-müəyyənlik, siyasi belə deyək də, dollara inamın azalması fonunda okey da, yəni dollar da qalxa bilər, kriptovalyuta da qalxa bilər. Kriptovalyuta nə deyirlər? Rəqəmsal qızıldır. Hər ikisi qalxmalı idi. Amma niyəsə görə bu dəfə investorlar biraz ehtiyatlı yanaşdılar. Kriptovalyutaya çox üstünlük vermədilər. Ona görə kriptovalyutanın qiyməti bir növ artıq yəni düşdü. İndi sual yarana bilər ki, hara gedir, heç kim bilmir, yəni. İnvestisiyanı öyrənmək olur, yoxsa kiminsə yanında gedib oturub baxmaq lazımdır onun əlinə, o necə edir? Yox, bu belə deyək, investisiya ümumiyyətlə elm kimi oturub öyrənmək olar. Mən investisiya elm deyil. Ümumiyyətlə maliyyə nəzəriyyəsi, iqtisadi nəzəriyyə belə deyək də çox sərt formada desə bu elm sayıla bilməz. Çünki elmdə bilirsiniz də hər şey dəqiqlidir, fizikadır, riyaziyyatdır. Məsəl üçün 2 + 2 4-dür. İnvestisiya, iqtisadiyyat bu bilirsiniz, burada qeyri-müəyyənlik faktoru həmişə var. Yəni siz istənilən bayaq 4 dənə aktiv növü danışdıq. Daşınmaz əmlak, qiymətli kağızlar, bank depoziti və kriptovalyutalar. Hamısında qeyri-müəyyənlik var. Hətta daşınmaz əmlakın özündə belə qeyri-müəyyənlik var. Mən torpaq sahəsi alacağam, mənzil alacağam. Mənə deyirlər ki, bu son 15 ildə, 20 ildə bunun qiyməti stabil olaraq 3% artır. Amma kim buna qarantiya verir ki, mən aldığım məqamdan daha sonra bu qiymət bəlkə də düşəcək. Yəni bəlkə biz böhranla üzləşəcəyik. Daşınmaz əmlak bazarında da böhran olur. O ki qaldı öyrənmək məsələsinə, mən hesab eləyirəm ki, bu insanın belə deyək də birinci yəni çalışan insanın ölkədə, cəmiyyətdə bir əlavə dəyər yaradan, yəni xidmət göstərməklə, nəyisə bir mal istehsal eləməklə məşğul olan istənilən bir şəxsin bilməli olduğu bir şeydir. Bu öyrənim, öyrənməyim məsələsi deyil. Əgər sən 5 manat qazanırsansa, oradan 2 manatını qırağa qoyursansa ki, mən 2 manatını birinci başlayaq ki, biz niyə qırağa qoyuruq? 5 manat qazanırsa gəlin elə hamısını xərcləyər də. Biz gələcəyimizi investisiya edirik də. Yəni ki, birdən çətin vaxtlar düşər, mən o pulu qazana bilmərəm. O yığdığım yığımlarımı istifadə eləyim də. Günün sonunda biz neyinirik? Xidmət və mal belə deyək də istifadə eləyirik də. Onu ehtiyaclarımı qarşılayım. Və o 2 manatı qırağa qoyanda artıq belə deyək, bu 2 manatı qırağa qoymaq öz yerində. Bu bir yığım mədəniyyətidir. Təəssüflər olsun ki, Azərbaycanda bu yığım mədəniyyəti çox aşağıdır. Misal üçün çoxları sual verir. Çin iqtisadiyyatı. Mən bir mövzudan o birisi mövzuya keçirəm. Çin iqtisadiyyatı. Çin iqtisadiyyatı çox sürətlə inkişaf eləməyə başladı. Düzdür? 2001-ci ildən bu tərəfə. Və ondan əvvəl də müəyyən belə deyək artımlar var idi, amma sürətlə inkişaf etməyə başladı. Sual verilir. Misal üçün Cənubi Koreya, Yaponiya, Sinqapur, misal üçün Tayvan və digərlərinə fərqli olaraq bu Amerikanın dostu deyil. Bura Amerikadan xüsusi investisiyalar qoyulmayıb və belə bir şey baş verməyib də. Bu necə oldu ki, birdən-birə varlandı? Çin Xalq Respublikasının qalxmasının başlıca səbəbi o idi ki, dövlət başladı əhalinin yığımlarını istifadə eləməyə. Əhali orada Çin, ümumiyyətlə Asiya mədəniyyətində var ki, insanlar yığdığının ən azı bir 50%-ni qırağa qoyur. Yəni öz belə deyək də burnundan boğazından kəsir qırağa qoyur ki, investisiya eləsin. Və biz bu investisiyadan danışanda da həmin o 5 manat qazanırıq, 2 manatını qırağa qoyuruq. Bu bir məsələ. Yığım eləməlisən, bu bir. İkincisi sual yaranır ki, bu 2 manatı mən hara yerləşdirim? Artıq burada belə deyək də mən tövsiyəm bundan ibarət olardı ki, gərək peşəkarlarla məsləhətləşəsən. Mən Çinlə bağlı Richard Bauman Çinin qalxması və düşməsi və qalxması adlı bir kitabı tövsiyə edə bilərik. Bu Çin necə orta əsrlərdən bu yana necə inkişaf eləyib və bu kapitalizm, çox dərinə gedib orta əsrlərdən. Orta əsrlərdən başlayıb, hətta eramızdan əvvəldən başlayıb. Çünki Richard Baum özü Amerika dövlətinin Çin üzrə məsləhətçisi olub. Özü uzun müddət Çində yaşayıb və Çin dili bilir.
eləyir və çünki Çini başa düşmək istəyirsə biz daha qədimdən başlamalıyıq, çünki onların fəlsəfəsini Sözsüz. anlamalıyıq da. Çünki müəyyən qədər onlar konfutsizm olub, sonra daotsizm olub və digər xətlər və sosializmlə kapitalizmi necə birləşdirib. İndi mənim sualım bundan ibarət olacaq ki, tutaq ki, mən bir səhm alıram, eyni şey kriptoya aiddir. Məsələn, tutaq ki, mən bu mənim təcrübəmdir, investisiya tövsiyəsi deyil. Bunu açıq efirdə bildirmək lazımdır ki, həm də qanuna uyğun olsun. Tutaq ki, mənim Ripple-um var. Mən inanıram ki, Ripple Amerikada ödəniş sistemi kimi təsdiqlənib, Swift-də istifadə olunanda onun da dəyəri artacaq. Mən almışam özümə bir X qədər Ripple almışam. Amma Ripple düşəndə və ya hər hansı bir səhm düşəndə mənim hesabımda mənfi kimi göstərir. Ta ki almışam $1, bu düşüb 0.95-ə, artıq mən mənfi 1 oluram. O müsbətə qalxanda mənim hesabım müsbət olur. Yoxsa mən pulumu itirirəm? Ya baxın, burada çox sadə bayaq danışdığımız əmlak məsələsi də, obyekt almışam, düzdür? Bir il sonra mənə deyirlər ki, bunun həmin o zonada qiymət qalxıb. Yəqin ki, sənin də obyektivin qiyməti qalxıb. Nə qədər qalxıb? 20%, düzdür? Həmin o 20% nədir? Mənim gəlirim deyil axı. Gəlirimdir, amma realizasiya olunmamış. Eyni şeydə səhmlər. Yəni bazar qiyməti qalxır. Siz onu satmayana qədər, bayaq dediniz ki, Ripple düşüb də, düzdür? Ripple düşüb, misal üçün orada görürsünüz -20. -20 o deməkdir ki, sizin əlinizdə olan Ripple-ın bazar qiyməti aldığınız qiymətdən 20% aşağı düşüb. Siz satmasanız o zərəri realizasiya etməyəcəksiniz. Və əksinə. İndi ikinci sual. Mən həyat sığortam var və mən hesablayanda ki, depozit yoxsa həyat sığortası, düşündüm ki, həyat sığortası mənə sərf eləyir. Niyə görə? Çünki depozitə həmin məbləği qoysam, indiki faizlə həmin məbləği almıram 3 il ərzində. Amma həyat sığortasında həmin məbləğlə sığortalananda mən həyat 3 ildən sonra sağ qalsam, mən daha çox məbləğ almış oluram da ki, həyat sığortasını biz investisiya kimi düşünə bilərik. Vallahi mən burada bir balaca o mənim belə deyək, çox da bildiyim sahə deyil. Azərbaycanda həyat sığortası müəyyən bildiyim nədir? Yəni hansısa bir qanunvericilikdə bir belə deyək də imkan var idi ki, siz belə deyək o sosial bəli pensiyalarınızı həyat sığortalanmasına yönəltsə, siz artıq dövlət, yəni sosial müdafiə fonduna o vəsaitləri köçürməyəcəksiniz və o müddətin sonunda sizə qayıdacaq. Yəni açığı deyim, normalda, yəni o həyat sığortasına yığılmış vəsaitlər normalda sizə çox da yüksək faiz gətirməməli idi. Amma sadəcə olaraq siz o mən başa düşdüyüm qədər odur ki, siz o ki dövlət fonduna siz vəsaiti, siz faktiki olaraq həmin illərdə, bax indi hər kəsin pensiya kapitalı var da, sağ olsunlar, onu artıq hökumət elektron formada bizə göstərir. Biz giririk, baxırıq ki, mənim nə qədər pensiya kapitalım yığılıb da, düzdür? İndi bu yaxınlarda da xoş xəbər gəldi ki, artıq yəni çoxdan olmalı bir şey idi. Biz o kapitalımızı yığırıq da, indi özünüz də görə bilərsiniz. O kapital, yəni bugün yığdığım 10.000, mən pensiyaya çıxacağam 65 yaşında. Yaxşı, bugün mən çıxdım, işləmirəm. Daha onun üzərinə kapital gəlməyəcək. Axı mən pensiyaya çıxanda o qoyduğum 10.000 inflyasiyonu ən azı bir yarısından çoxunu aparıb gedəcək də. İndekslilik gəlir də, türklərdə olan artıq biz təqaüdümüzü özəl şirkətlər üzərindən təqaüdə çıxa biləcəyik. Yəni tutaq ki, həyat sığortası var idi. Mən gedirdim, SMF-imi və sair götürürdü, mənə verirdi ki, onu da Mərkəzi Bank nizamlayırdı. Çünki o bir investisiya alət kimi, amma Mərkəzi Bank sığortada istər-istəməz Mərkəzi Banka bağlıdır. Məndə pensiya artıq təqaüd özəl şirkət tərəfindən olacaq. Necə ki, Türkiyədə, Avropada. Mən təqaüdümü dövlət üzərindən tənzimləmədən getməyə biləcəm. Gedəcəm X adlı bir şirkətə, deyəcəm ki, mən təqaüdümü bu ciddi islahatdır. Bu ciddi islahatdır. Bu ilin sonuna qədər planlaşdırılır. Yaxşı olar, çünki bilirsiniz niyə? İndi baxın, həmin o pensiya məsələsi də, pensiya niyə? Bankdır da, günün sonunda. Fond bankdır. Deyir ki, Əli bəy, Tural bəy, qazandığımın misal üçün də 10%-ni qoyursan mənə depozitə, dəyə bilməzsən. Elə bir ki, depozitdir, müddəti sizin 65 inşallah da indi sağ qalsaq o vaxtı mən sənə verəcəm. Qəribə bir şərtlərdir, düzdür? 65 yaşda çatandan sonra mən sənə o vəsaiti şey eləyəcəm. Özdə birdən-birə verməyəcəm, yığdığım pensiya kapitalı verməyəcəm.
nə qədər yaşayacaqsan, aylıq verəcəm. Ümumda hə. İndi o məsələdə də bax rəqabət məsələsi var da. Məsəl üçün inkişaf etmiş ölkələrdə əlbəttə ki, bu pensiyaların yığılması və insanlara geri ödənilməsində bir rəqabət var. Özəl şirkətlər, bilmirəm, qərb ölkələrində dövlətin də pensiya fondu var, bizdəki kimi yoxsa yox. Amma siz dediyiniz məsələ əslində bu həmin o sahəyə rəqabət gətirir və daha cəlbedici şərtlərlə, mən elə düşünürəm, ən azından rəqabət bunu təmin eləmə, daha cəlbedici şərtlərlə şirkətlər bir-biri ilə belə deyək, rəqabət apararaq sizin pensiya yığımlarınızı cəlb eləmək istəyir. İndi sizin o bayaqki sualınıza qayıdıram, amma həyat yığım sığortası ilə bağlı. Onun o yuxarı faizləri sadəcə olaraq sizin o dövlət fonduna getməyən vəsaitləriniz idi. Yəni o müddət həyat sığortası qüvvədə olan müddətdə mənim başa düşdüyüm odur ki, sizin o kapitalınız artmayıb. Yəni onun hesabına. Elə bir ki, fərqi nədir? Orada artardı. Hal-hazırda mənim pensiya kapitalım 108.439 manat 7 qəpik idi və indi pensiyaya çıxsam 753 manat. 144-ə bölün, hə? Hə, 753 manat pensiya alacağam. Amma 65 yaşa qədər bu məbləğ də Yox, deyil. Yaxşı, onda bir dənə sual yaranır. Tutaq ki, kimsə deyirsə bu investisiyanı belə deyək də, müəyyən qədər biliklər olmalıdır, müşahidə, analitika və s. də. Bəsit üsulla desək, yenə təkrar edirəm, dediyimiz məsələlər heç biri investisiya tövsiyəsi deyil. Bəsit dillə desək, bugün Amerika dünyanın ən böyük iqtisadiyyatıdırsa, biz götürürük pullarımızı onların səhmlərinə yatırırıq. Əgər sabahları Çin dünyanın ən böyük iqtisadiyyatı olursa, biz ABŞ-dan götürüb bunu qoyuruq da ki, icazə versələr. Çin icazə versə, icazəli. Amma məsələn indi bu ildən etibarən səhv etmirəmsə, Səudiyyə Ərəbistanı öz fond birjasını açıb və biz Səudiyyə şirkətlərinə, Aramcoya və digərlərinin səhmlərini ala bilirik də. Sabah Səudiyyə Ərəbistanı böyüsə, biz onda Səudiyyə Ərəbistanında. Yəni bəsit dildə desək, biz dünyanın ən böyük iqtisadiyyatı hansıdırsa, onu izləyib, onun səhmlərinə pul yatırmalıyıq da. Yoxsa belə işləyir. Mən sizlə qismən razıyam, qismən razı deyiləm. Biz bilirsiniz niyə Amerika səhmlərinə, ümumiyyətlə ABŞ səhm bazarı çox böyüyüb bu qədər vəsait cəlb eləyir də. Bütün dünyadan, hər yerdən. Çünki tək o iqtisadiyyatın böyüklüyü ilə müəyyən olunmur. Yəni ən böyük iqtisadiyyat Amerikadır, sabah Çin olacaq, mən Çinə investisiya eləyəcəm. Yox. İnvestor düşünməlidir ki, iqtisadiyyatın böyüklüyü, kiçikliyi burada rol oynaya bilər müəyyən qədər, amma %100 yox. İqtisadiyyatın növbəti dövrlərdə hansı artım tempi ilə belə deyək də irəli gedəcək. Amerika iqtisadiyyatı Çin iqtisadiyyatı çox sürətlə artırdı. 6-7% belə deyək də, son əgər 15 ili götürsə. Amerika iqtisadiyyatı da geri qalmır. 3-4-5% civarında artır. İndi biri belə deyək, daha yoxsul ölkədə aydın məsələdir ki, nəhənglər o artım tempi ilə arta bilmir də. Amma digər bir faktor da var. Bilirsiniz, burada mülkiyyətin qorunması və digər məsələlər var. İqtisadiyyatın açıqlığı. Biz niyə bugün Çin də ikinci ən böyük iqtisadiyyatı da, düzdür? Niyə ora investisiya? İcazə vermirlər. Xarici investorları çox da buraxmırlar öz ölkəsinə investisiyalar üçün. Yəni Çin şirkətlərini siz Amerikada əgər buraxılıbsa səhmlərini ala bilərsiniz. Amma gedin siz Şanxay fond birjasına, Shenzhen fond birjasına, bilmirəm digər neçə fond birjalar var. Ora siz rahatlıqla girə bilməyəcəksiniz. Çünki Çin hökuməti məhdudlaşdırır xarici investisiyalarının qoyuluşunu Çində. Öz daxilində əlbəttə ki, heç bir problem yoxdur. Çin rezidentləri, Çin əhalisi, şirkətləri rahatlıqla investisiya edə bilər, amma xaricini qoruyur. Nəyə görə? Çünki hesab edir ki, əgər sərhədləri, qapıları açsa, Çin bir növ şeyə çevriləcək də. Yəni orada kapital axını var, nəsə bir şey baş verir, kapital geri qayıdacaq və s. Yəni bu bir manipulyasiya çevriləcək. Kazino effektinə dönə bilər. Amma Amerika o barədə çox rahatdır. Deyir, mən heç bir məhdudiyyət qoymuram. Nə qədər investisiya eləyirsən, xoş gəldin. Çox sağ ol, mənə investisiya eləsən. Və ümumiyyətlə bir maraqlı məqam da mən sizə burada istəyərdim vurğulayım. Amerika öz-özündə, misal üçün indi bu barədə çox danışmırlar, amma pulu qoyduq qırağa, kağız. Bu pul heç nədir də. Pul əlavə ümumiyyətlə maliyyə sektoru iqtisadiyyatda əlavə dəyər yaratmır. Əlavə dəyər yalnız real sektorda yaranır. Real sektor dediyimiz mal istehsalı və xidmətlərin göstərilməsi. Yəni siz təsəvvür edin ki, xırda bir misal deyim də, Azərbaycan real iqtisadiyyat yoxdur. Heç nə istehsal eləmirik, heç bir xidmət göstərmirik. Maliyyə sektoru ola bilər? Mümkün deyil. Banklar depoziti cəlb elədi,
kredit kimə verəcək? Düzdür? Yəni olmur da. Yəni ona görə həmişə real iqtisadiyyat hər şeyin əsasındadır. Real iqtisadiyyatdan danışanda, bəli, Amerikanın real iqtisadiyyatı doğrudan da böyükdür. Amma bir ölkə olaraq digər ölkələrlə ticarətdə kəsirləndir. Yəni Amerika daha çox xarici da indi biraz qarşısını bəli, almaq istədiyi, qarşısını gömrük tamamilə vergiləri doğrudur. Çox bəli, doğru vurğuladınız. Yəni Çin özü bir üzr istəyirəm, ABŞ digər dövlətlərdən daha çox mal alır, xidmət alır. Nəinki onlara satır. Çox maraqlı bir məqamdır. Yəni illərdir baxsaz iqtisadi ticarət statistikasına Amerikada ticarət balansının kəsiri yəni ildən ilə artır və yaxud da stabil qalır. Yəni heç vaxt plusa çıxmır da. Yəni məsəl üçün Azərbaycan maşallah olsun biz neft-qaz sektorunun belə deyək hesabına, ixrac hesabına bizim ölkəmizə hər il biz ixal elədiyimizlə ixrac elədiyimiz arasında müsbət fərq var. İxrac elədiyimiz ixal elədiyimizdən daha çox. Azərbaycanda yox, qeyri-neft sektorunun belə deyək də ixrac potensialı təəssüflər olsun ki, çox aşağıdır. Yəni mən sizə yadımda qalan o idi ki, hardasa bizim ixracımızın 90% və üzəri neft və qaz enerji resurslarının, bəli. Yaşıl istiqraz. Maraqlı. Sokarın yaşıl istiqrazı. Azərbaycanda yaşıl istiqraz buraxmaq biraz şey deyil, risk deyil. Sadəcə ağac əkmirlər də bizdə. Yaşıl Şeylə qoyurlar ki, lazım olanda oradan götür. Yaşıl istiqraza keçməmişdən qabaq yaşıl maliyyədən danışaq. Bu harda baş verib? Yəni bu son belə deyək də, son 5 ilin, 10 ilin trendidir. İnvestorlar əlbəttə ki, bu da qərbdən gəlir, xüsusilə də Avropa və Amerikadan. Gəlin bu dövr bitir. Bu arada onu deyim ki, Trump dünən imzaladı ki, bəsdirin də bu nədir onun adı? Ətraf mühitin qorunması və s. Bu Bidenin və ondan əvvəl olan belə deyək, demokratların belə deyək də siyasi gündəmində olan məsələlər idi. Demokratiya, ondan sonra yaşıl iqtisadiyyat, dayanıqlı iqtisadiyyat və s. və ilaxır. Amma bunun dövrü sona çatır. Avropa hələ biraz saxlamaq istəyir. Avropa o gündəmi hələ də çox güman ki, Avropa saxlayacaq, çünki Avropanın qəbul etdiyi o qədər bürokratik şeylər var ki, onları bir anda belə ləğv eləyə bilməyəcəklər. Bu barədə parlamenti biraz daha mürəkkəbdir, nəinki Trumpın imzasıdır. Tamamilə doğrudur. Bu barədə çox mübahisə eləmək olar ki, ümumiyyətlə bu nə bilim karbon qazının buraxılışı, bu iqlimə nə qədər təsir. Trump deyir ki, heç bir təsiri yoxdur. Bunlar hamısı boş-boş şeylərdir. Gəlin şey eləyək. Yəni bundan sui-istifadə edib digər ölkələr, Çin və digər ölkələr sui-istifadə ediblər. Onlar çox karbon qazı buraxırlar, nə bilim nə və s. və ilaxır. Yaşıl maliyyə oradan doğurub ki, gəlin bunu tək iqtisadiyyatda həmişə olub da. Hətta Sovet vaxtında belə o təmizləyici qurğular və s. və ekologiya standartları var da. Günün sonunda biz avtomobil sürürük. Yəni bilirsiniz də ekologiya postu var. Saxlayırlar ki, bu buraxdığın belə deyək də dəm qazının səviyyəsi nə dərəcədədir? Bu var. Bu olmalıdır. Bundan bir mübahisə yoxdur. Amma bunu siz maliyyə sektoruna gətirəndə maliyyə sektoruna necə gətiriblər? Kredit verirsən, kredit yaşıl olsun. Yaşıl nə deməkdir? Səndən krediti alan şəxs, indi fərdi sahibkar ya şirkət, o krediti ancaq şeydə istifadə edə bilər. Ekologiyanın belə deyək, qorunması üçün nəzərdə tutulan tədbirlər. Məsəl üçün zavodda işləyir, sexdir, orada bir təmizləyici qurğu qoyacaq, gedəcək banka müraciət edəcək ki, mən bax bu məqsədlə alıram ha səndən. Onun adını yaşıl kredit qoyurlar. Okay? İndi gəlirik yaşıl istiqrazlar. Yaşıl istiqraz nədir? O istiqrazı bayaq söhbətgah MMC. Məsəl üçün siz deyə bilərsiniz ki, biz söhbətgah MMC olaraq yaşıl istiqrazı siz də eləyə bilərsiniz. Yaşıl istiqraz sual yaranacaq. Niyə yaşıl da? Siz o bayaq danışdıq ha, emissiya prospekti, bu hamının tanış ola biləcəyi ümumi bir sənəd. Orada yazırsınız ki, mən bu cəlb olunmuş vəsaitləri filan yaşıl belə deyək, layihəyə xərcləyəcəm. Vəssalam. Amma bu Sokar üçün daimidir axı. Sokar çünki istifadə etdiyi, indi biz nə deyirik? Deyirik ki, bizim dünyamızı neft və qaz tutaq ki, çirkləndirir də və həm də bunların üzərində regulasiya çoxdur axı ki, sən çıxardırsan, çirkləndirirsən, da təmizlə. Deməli, onun yaşıl istiqrazı uzun müddətli investisiya kimi baxmaq olar da, yox? Yox, baxın, gəlin burada yaşıl istiqrazı niyə buraxırıq o suala yəqin ki, indi mən Sokarın buraxdığı yaşıl istiqrazların müddəti 5 il idi. Bu arada bilmirəm, ötən il deyəsən buraxdılar, 4 ildən sonra bitəcək və o yaşıl istiqrazı indi Sokar öz belə deyək də, yəqin ki, yaşıl belə deyək də, ekologiyanın qorunması üçün və yaxud da o çirkli, onların zavodları daha çox çirkləndirir. Hansısa bir qurğuların yenə də dəyişdirilməsi
əksinləşdirilməsi və s. Yəni belə deyək də daha təbiətə daha yükün azaldılması üçün istifadə edəcək. Bunu qoyduq bir qırağa. İndi sual yaranır ki, investor. Siz niyə yaşıl istiqraz alasınız ki? Özdə yaşıl istiqrazların bu arada deyim faizləri biraz aşağı olur ha. O da var. Yəni mən niyə misal üçün gedim tutam 10%-ə X bir şirkətin normal adi istiqrazını almayım, gəlim 9%-dən digər bir şirkətin yaşıl istiqrazını alım. Sual yaranırdı. Burada 2 dənə aspekt var. Birincisi təfəkkür məsələsidir. Yəni investor həmin o yaşıl istiqrazlara, yaşıl depozitlər də ola bilər bu arada. Misal üçün də indi banklar yoxdur, amma ola bilər. Niyə görə mən alıram? Çünki öz aləmində düşünür ki, bu istiqrazı almaqla o təbiətə xeyir verir dolayısıyla. Yaxşı. Digər tərəfdən bu elə bir işin tərəfidir. Sosial belə deyək də, cəmiyyətə xeyir tərəfidir. O baxımdan. Amma iqtisadi tərəfdən baxsaq, bu həm də düşünə bilər ki, bu yaşıl texnologiyalar axı daha dayanıqlı texnologiyalardır. Yəni misal üçün 2 dənə şirkət var. X və misal üçün Y, düzdür? Hər ikisi istiqraz buraxır. Biri təbiəti çirkləndirən fəaliyyətlə məşğuldur. Digəri isə əksinə daha dayanıqlı. investor düşünür ki, əvvəl axır bu çirkləndirəni bunu cərimələyəcəklər, bunun fəaliyyətini müəyyən məhdudiyyətlər qoyacaqlar. Əgər Bidenin dövrü olsaydı, indi artıq aktual deyil. Və s. və ilaxır və bunun nəticədə bunun nəyi biznesi daralacaq, yəni bu cərimələrlə, itkilərlə üzləşəcək, bu mənim pulumu qaytara bilməyəcək. Amma bu yaşıl emitent, hansı ki istiqraz, yaşıl istiqraz buraxıb. Bu daha innovativ, daha müasir texnologiyalara vəsait qoyur və bunun gələcəyi daha parlaq. Bu da bu işin belə deyək, iqtisadi tərəfi. Şey kimi açsaq məsələni, tutaq ki, indi Səudiyyə Ərəbistanının şirkəti ilə bərabər Xızı Abşeron istiqamətində külək elektrik stansiyaları istifadəyə verilir və onun bir gücü var, neçəsə megawatt gücü var. O enerjini depolayacağıq da, çox güman ki, çünki bu süni intellekt və müasir dövrdə enerji qıtdır. Belə çıxır ki, biz sərmayəmizi iki aspekt üzrə qiymətləndirsək, bir su ilə məşğul olan şirkətlərə, bir də enerji ilə məşğul olan şirkətlərə yatırsaq, uzun dönəmdə biz pul qazanacağıq. Yəni su qıtdır ki, qıta doğru gedir. Bununla məşğul olan bir şirkət varsa, onun səhmləri arta bilər. İndi biz baxırıq da təsadüfi su şirkətini şeyləmirik də, seçmirik də. Bir də enerji qıtdır da. Çünki bu enerjini əldə eləmək özü bir resurs aparır da. Məsələn, Nvidia-nın Ermənistana sərmayə eləməsinin səbəbi oradakı atom elektrik stansiyasıdır. Çünki ucuz enerji alırsan, ona qoyulan sərmayə o qədər belə fantastik deyil. Yaxşı bir enerji alırsan, yaxşı bir qiymətə alırsan. Bu arada onu da deyim ki, o nüvə reaktorlarından gələn enerji də yaşıl enerji sayılır. Yaşıl enerji sayılır. Çünki onun çirkləndirməsi çox az cüzidir, çox aşağı bir faizi var. Yəni ona görə ora şey eləyir də, sərmayə eləyir. Bunu gəlmin keçirir su elektrik stansiyasına eləməli deyildi. Yox, Mingəçevir su elektrik stansiyası da yaşıldır. Çünki o da yaşıldır. O hidroda, amma o başqa ekosistemə təsir edir. Gəlin Şimal Qresi danışaq. O qaz buraxır. O qaz buraxır. Yəni dediyim odur ki, biz sərmayə fikirləşəndə indi bir var SP500-ə biz şey eləyirik, sərmayə eləyirik. Bir də var şirkət seçiriksə, bu deməkdirmi ki, biz uzun dönəmdə ya elektriklə məşğul olan ya da su ilə məşğul olan şirkət seçməliyik ki, bu zaten qıtdırsa bahalıdır. Tural bəy, bu sizin investisiya fəlsəfənizdir. Bu baxışdır. Bu bir belə baxışlar çoxdur. Belə misal üçün mən də deyə bilərəm ki, misal üçün mən hesab eləyirəm ki, indi biz nədən danışırıq? Süni intellekt misal üçün bu saat vüsət alıb geniş vüsət alıb yayılır, çox belə də narahatçılıqlara səbəb olur. Amma deyirlər bu 4-cü şeydir də, nədir adı? Sənaye inqilabıdır və s. Niyə siz misal üçün süni intellektlə məşğul olan şirkətlərin misal üçün səhmlərinə investisiya eləməyəsiniz, əksinə bunu düşünürsüz? Yenə deyirəm, baxışlar fərqlidir. Yox, biz deyə bilmərik bubble. Bubble haqqında danışırlar da, bu köpük şeydə, maliyyə bazarında formalaşmış köpük. İndi o barədə istəyirsiniz ayrıca danışarıq, amma bu bir baxışdır, bu fəlsəfədir. Bəli, tamamilə normal bir sağlam bir investisiya baxışıdır, fəlsəfəsidir ki, mən hesab ümumiyyətlə hər kəs belə düşünməlidir. Yəni investisiya edərkən mən nəyə pul yatırıram? Həmin o biznesin, əgər biz səhmlərdən danışırıqsa, payçı oluram da, şərik oluram həmin şirkətə. Və yaxud da ki, tutalım daşınmaz əmlak biz seçəndə biz gedib hansısa ucqar rayonda, ucqar kənddə torpaq almırıq ki, biz çalışırıq ki, əhalinin çox sıxlaşdığı bir ekosistemi olan bir şey. Ekosistemi, infrastrukturu olan bir yerlərə daşınmaz əmlak alaq
ki onun perspektivi var. Yəni həmişə perspektiv haqqında düşünürük. Siz sadəcə olaraq qeyd edirsiniz. Mən hesab eləyirəm ki, yaşıl belə deyək də, layihələrin və su tədarükü ilə, təchizatı ilə məşğul olan şirkətlərin səhmlərinin qiyməti qalxacaq. Bu bir baxışdır və bunun yaşamaq hüququ var. Bu siz ora investisiya eləyə bilərsiniz. Ancaq vaxt göstərəcəksiniz ki, siz haqlısınız yoxsa yox. Amma ki bu normal, sağlam bir baxışdır. Çünki hər kəs investisiya eləyəndə o düşünməlidir ki, aldığı səhm və yaxud da digər bir şey, onun gələcəyi varmı? Onu soruşanda, yəni biz burada qısa müddətdən danışmırıq. Yəni misal üçün danışırıq da Apple, Nvidia, Microsoft, digər olsun ABB səhmləri, fərqi yoxdur. Gələcəyi varmı? Yəni bu gün mən bunu aldım. Şirkət bu qədər misal üçün gəlir gətirir. Səhmlərin bazar qiyməti bilavasitə şirkətin qazandığı xalis mənfəətə bağlıdır. Bunun xalis mənfəəti artmaq potensialı varmı? Misal üçün indi su şirkətdirsə, fərz eləyək ki, Azərbaycanda bir özəl su tədarükü ilə məşğul olan bir şirkət olsun və onun səhmləri birjaya çıxsın. Siz onu həmin o belə deyək də investisiya fəlsəfənizdən əlbəttə ki, siz ona investisiya eləyəcəksiniz. Çünki hesab edirsiniz ki, qıtlıq yaranacaq. Bu isə həmin o qıtlıqda qiymətləri artıra biləcək. Artırdıqca xalis mənfəəti artacaq və xalis mənfəətdən mən də bəhrələnəcəm, çünki payçısıyam. Tamamilə normal bir yanaşmadır. Scalping necə? Ümumiyyətlə necə baxırsınız scalpinglə? Scalping o siz mənə dəqiq deyin. O qiymət cüzi longlamaq və shortlamaq. Ümumiyyətlə mən scalping spekulyasiyanın bir növüdür. Özdə ən belə deyək də necə deyim belə sizə, ən sərt formasıdır da, amansız forması da. Scalping deyirlər, ondan sonra yüksək tezliklə ticarət, high frequency trading və s. Bunlar hamısı bir-birinə yaxın anlayışlardır. Orada bilirsiniz necədir? Orada artıq investisiya fəlsəfəsi, baxış, uzun müddətli perspektiv, bu belə bir anlayışlarla siz uzaqlaşırsınız. Siz sadəcə olaraq düşünürsünüz ki, qiymət bir tik, bir sent, bir qəpik artacaq. Mən aldığımla o arasındakı bir qəpik fərqi tutub belə deyəcəm, xeyir götürəcəm. Əgər orada sizin texnologiyanız, yəni istifadə elədiyiniz, çünki o mümkün deyil. Onu əllə mən buy sell, alış-satış sifarişləri tez-tez qoymaqla mümkün deyil. Amerikada xüsusi belə deyək, fondlar var, şirkətlər var, investisiya şirkətlər var. Məhz onunla məşğuldurlar, scalpinglə məşğuldurlar, high frequency tradinglə məşğuldurlar. Onlar bazarda olan o qiymət belə deyək də, oynamasını, çox cüzi qiymət oynamalarından botlardır da, bunlar alqoritmlardır. Burada heç insan alqoritmi yazır, buraxır, o bazarı nəzarət edir, qiymətlərə nəzarət edir və oradan xeyir götürməyə çalışır. Sual budur ki, burada texnologiya önəmlidir. Siz o alqoritmi nə dərəcədə yaxşı yazsaz, nə dərəcədə onu belə deyək, uğurla tətbiq eləyə bilsəz, bir o qədər sizin oradan belə deyək də gözləntiniz, gəlir gözləntiniz çoxdur. Amma burada bir şey də var. Həmin o alqoritmlar bir-birini başlayırlar belə deyək də axtarıb tapmağa, bir-birinə qarşı başlayırlar oynamağa. Ona görə ümumiyyətlə bu spekulyasiya, o cümlədən scalping, o cümlədən high frequency trading, o cümlədən gün ticarəti, biz deyirik day trading, bu gün aldım, bu gün də satdım. 5% artdı, satdım. Bu uzun müddətdə sizə xeyir gətirə bilməz. Bir gün udarsınız, bir gün udarsınız, zərərə gedə bilərsiniz və tarix və statistika onu göstərir ki, o cür belə deyək, strategiya ilə məşğul olan şirkətlər uzun müddətdə xeyrə çıxmır. Çox nadir hallarda ola bilər təsadüf nəticəsində. İnvestisiya yalnız uzun müddətli baxmaq lazımdır. Bayaq Tural bəy, siz dediyiniz məsələdən, yəni mən buna investisiya eləyirəm çünki düşünürəm ki, növbəti 1 il, 2 il, 3 illik perspektivdə bu şirkətin artım potensialı var. Bu böyüyəcək, bunun biznesi sağlamdır. Sağlam dedikdə yenə də burada biz məsələ nə istehsal eləyir, nə ilə məşğuldur. Niyə Nvidia şirkətinin səhmləri birdən-birə hansı dəyəri yaradır? Hansı dəyəri yaradır? İqtisadiyyata hansı dəyəri yaradır? Hansı qatqını gətirir? Bəli. Çünki onun günün sonunda sizə də, sizin də belə deyək, o qiymət artımı və səhmlərdə də gəlir iki formada. Qiymət artır və dividend alırsınız. Elə şirkətlər var ki, misal üçün yüksək texnologiyalarla məşğul Microsoft, Nvidia, onların dividend gəliri çox aşağıdır. Yəni vermirlər dividend. Bilirsiniz niyə vermirlər dividend? Çünki hesab edir ki, mən sənə niyə dividend verim ki?
Mən sənə dividend verəcəm, mənim aktivimin, pulumun bir hissəsi gedəcək. Mən bu öz biznesimdə sən həmin o sənə verdiyim pulla, misal üçün, sən illik 20% rentabelli bir biznes tapa bilərsən, elə ən rentabelli mənim biznesimdə. Pul qalsın məndə, sənin də payın burada artır da. Çoxları bunu bu arada deyim ki, səhv salır. Azərbaycanda da təəssüflər olsun ki, insanlar səhmlərə investisiya eləyəndə bu nə qədər dividend gəlirliyi verəcək. Dividend gəlirliyi o məqamda şirkət başlayır dividend paylamağa özdə ki, bunun inkişafı dayanıb. Bu pulu neynəsin? Yığır bank hesabına saxlayır. Bunu öz biznesinə yenidən investisiya eləməyəcəksə, bu qaytar səhmdara da, qaytar belə deyək də, pulu qaytar və siz baxsaz, misal üçün o əksər şirkətlər var, misal üçün hansılar ki, artıq o inkişafın pikinə çatıblar və artıq stabil davam eləyirlər. Onlar başlayırlar ildən ilə dividendləri artırmağa. Misal üçün bu yaxınlarda Meta şirkəti, Facebook'un belə deyək də, ana şirkəti, o uzun müddət heç bir dividend və milyardlarla vəsait qazanırdı. Artıq elan elədi ki, vaxtı çatıb da, yavaş güclü də olsa başlayaq dividend ödəməyə. Mən hesab edirəm ki, misal üçün o böyük nəhəng Amerika şirkətləri, Google, Microsoft və Meta o cümlədən digərləri, hansı ki güclü dividend verirlər, onların inkişafı dayansa, bax, əgər şirkət dividendi artırırsa, bu bir siqnal olmalıdır səhmdar. Niyə? Nə oldu? Sən pulu yer tapmadın, qoy bir istifadə eləməyə, belə bir fikirlər səslənir. O zaman sual yaranır. Yəni ki, çoxlarına bu aydın deyil. Məsəl üçün bu yaxınlarda belə bir hekayə var idi ki, Amerikada bir küçə təmizləyən şəxs ölür. Məlum olur ki, onun hesabında $1 milyon pul var. Məlum olur ki, bu adam həyatının 30-40 ilə ərzində ancaq invest edib qiymətli kağızlara və bu mürəkkəb faizlər nəticəsində bu qədər pul yığılıb orada. Mürəkkəb faiz nə deməkdir? O bizdə də var, yoxsa ancaq Amerika bazarına aiddir? Bank depozitindən mürəkkəb bilirsiniz nədir? Bank depozitindən vəsait, mən çox sadə belə deyim, depozitdən danışacağam. Bank depozitindən vəsait qoyursunuz, düzdür? 1 illik, 1000 manat. Bank deyir ki, 12% verəcəm sənə. 12% illik verəcəm. Nə deməkdir? 1000-nin qarşılığında 120 verəcəm. İkinci sual. Bu 120-ni nə vaxt verəcəksən? Müddətin sonunda, yoxsa hər aymı, yoxsa 3 aydan birmi, yoxsa əvvəldən verəcəksən? Bank deyir ki, sonunda. Okay? Sonunda bu verirsə, burada mürəkkəb faizdən söhbət gedə bilməz. İndi gəlirik başqa bir variant. Bank deyir ki, yəni əksər Azərbaycan bankları aylıq depozitləri verir. Mən banka deyirəm ki, mənə aylıq verəcəksən də. İndi 120-ni 12-yə böləndə aya 10 manat düşür də, 1000 manatlıq depozitdə. 10 manatı mən götürməyəcəm. Olar 10 manatı da o 1000 manatın üstünə qoyasan. Deyir, olar. Bəzi banklar, bəli, bəzi banklar belə məhsulları təklif edir, azdır sayı. Əvvəllər məncə daha çox idi, indi yoxdur. Bəlkə də var, indi hansısa bank tərəfindən təqdim olunur. Nə deməkdir? Mən birinci ayın, misal üçün yanvarın biri qoymuşamsa, yanvarın axırı çatır, mənə 10 manat gəlir hesabıma, düzdür? 10 manat qatılır 1000-onun üstünə. Fevralın sonunda illik 12% deyib da mənə. O 12% 1000-onun 12% yox, 1000-onun 12%-dir. Və belə faizə faiz gəlir və artıq biz belə deyək, müddətin sonunda gəlir ana məbləğimizi götürürük 1000 manat, hansını ki qoymuşduq da və faizlərimizi götürürük. Faizlərimiz 120 olmayacaq. Düzdür? 120-nin də üstünə o aylar üzrə gəlmiş faizlər, bu mürəkkəb faiz budur. Onda indi ikinci sual yaranır da. O sualın ikinci hissəsinə keçə bilərik də. O bizdə belə bir şey var da. Mən 1000 manat qoysam 120 manatı sərf eləmir. Bu nədir? Bu o deməkdir ki, 12% yaxşı faizdir. 12% əla faizdir. Yəni problem sənin 1000 manatın. yəni aşağı faizlə, yəni aşağı pulla, yəni az pulla girməkmi, yoxsa yəni xırda girməkmi, yoxsa nə vaxtsa böyük pulun olar, invest edərsən və böyük pul qazanarsan. Yəni investisiyada belə bir şey var da. Mən bu pullu adam rubrikasını ki Instagramda aparıram və şey edirəm. Gələn şey odur ki, mənim 500 manat pulum var. Mən hara invest eləyim? Necə invest eləyim? Amma izah da elə bilmirsən ki, bunu sən, çünki hamı qısa dönəm düşünür axı. Bir də var sən uzun dönəm Microsoftda sərmayə eləsən, tutaq ki 90-cı ildən 2026-ya qədər sən onun səhmlərini alırsan xırda. Yəni bu 36 il ərzində səndə çox böyük bir məbləğ formalaşmış olur da. Amma 36 ildə 36 ildə, yəni 20 yaşımda bunu başlasam, 56 yaşında artıq sən ki mənim hesabımda milyonum var. Amma sən pensiya kapitalı kimi düşünək də. Amma bizdə insanlar daha qısa müddət
əməliyyata girmək istəyirlər də. Ona görə tutaq ki, daha qısa əməliyyatlardan daha çox pul qazanmaq istəyirlər. İndi investisiya eləmək üçün məbləğ nə qədər önəmlidir? Hansı məbləğlə başlaya bilər? Təbii ki, SP 500-ə 100 manatla girmək olmur, çünki o hissələrə bölünür. 500 şirkətin belə deyək də aralarında bölünür. Onun məbləği ayrıdır da. Bəli. Amma məbləğin fərqi var investisiyada və necə bu mərhələləri necə bölmək lazımdır? Gəlin ümumiyyətlə aktivlərin ümumi gəlirindən danışaq. Bax biz yenə də 4 aktiv növündən danışdıqda investisiya üçün uyğun olan bank depozitindən başladıq, təkrar edirəm. Danışdıq, sonra qiymətli kağızlardan, səhəm və istiqrazlardan, daha sonra da biraz kriptovalyutadan danışdıq, əmtəhlərdən və s. Yəni hər bir aktivin ortalama, misal üçün son 100 ili, 150 ili götürüb, onun o aktivlərin ümumi indi düşə bilər, qalxa bilər, orta statistik belə deyək, gəlirlik belə deyək, çıxarda bilərik də, gəlirliyini çıxarda bilərik. Mən sizə sadəcə olaraq sadalayım. Bax, ən risksiz aktiv, hansı ki sən ora pul qoyursan, heç düşünmə ki, itirə bilərsən. Bu nədir? Bu dövlət istiqrazıdır. Ən risksiz valyuta nədir? Hələ də ABŞ dollarıdır. Gedirik ABŞ-a, düzdür? ABŞ dövlət istiqrazları. Son 150 ilin statistikasına baxsaz, ABŞ dövlət istiqrazı ortalama 4% gətirir illik. Yaxşı. Sual odur ki, birinci sual, bu 4% inflyasiyanı heç olmasa belə deyək, qarşılaya bilir, yəni pulun ucuzlaşmasının qarşısını ala bilir. Hə, hardasa bir 2-3% civarında da inflyasiyanı götürsə, illik 1% real sizin pulunuzun artımı baş verir. Keçdik o birisinə, səhmlərə. Səhmlər o S&P 500 indeksini deyirsiniz. İndi daha əvvəl Dow Jones indeksi var idi və s. Onu da ölçüblər. Bu 500 şirkətin ya 30 şirkətin, Amerikanın nəhəng şirkətlərinin hamısının cəmi belə deyək, səhmlərinə bir səbət olaraq siz investisiya eləsəydiniz. Məsəl üçün 1900-cü ildə, bir də gəlib 2015-ci ildə baxsaydınız, görərdiniz ki 7%, 8% artım verib. Yəni 4% risksizin üstünə 3% də bu 7% verir. Yəni səhmlər ortalama Amerika səhmlərindən gəlir. Çünki bu araşdırma Amerika səhmləri üzrə aparılıb. 7% verir. Daşınmaz əmlak, mən onun statistikasını bilmirəm, amma mən inanmıram ki, o səhmlərdən daha çox versin və istiqrazlardan da, dövlət istiqrazından aşağı. Hardasa düşünürəm ki, 4 ilə 7% arasındadır. Bitdi, getdi. Bunun kənarında nə varsa, bu spekulyasiyadır. Böyük riskdir, itmə ehtimalı var. Yəni sən yenə də kriptovalyutalardan danışırıq. Bu gün hər gün təzə kriptovalyuta çıxır, nə bilim hype eləyirlər, nə bilim danışırlar və s. və ilaxır. Elə səhmlər də var, şirkətlər də var. Buraxırlar onları fond birjasına. Gəlir bir biznes ideyası var, yəni absurd bir biznes ideyası var, nə bilim. Nəyisə istehsal eləyir, hansı ki tətbiqi və faydalılığı sual altındadır və birdən-birə onun səhmləri başlayır bazarda qalxmağa. Misal üçün bu şirkət var idi, səhv etmirəmsə Ripple şirkəti idi. Bu stable coinlarla məşğul olurdu. Mən biraz izlədim, bir 5-6 ay bundan qabaq qiyməti kəskin artdı. Hardasa 100 dollardan gəldi 250 dollara çatdı. İndi yenə təzədən düşüb 100 dollar ətrafında. Niyə görə? Çünki həmin vaxtı o hype-ı dəstəkləyən bir belə deyək də siyasi gündəm var idi ki, stable coinləri ola bilsin ki, qanuniləşdirsinlər, pul əvəzi istifadə olunsun və s. Yəni bu kimi söhbətlər var idi və dünyada da bilirsiniz də 1-2 şirkət var bu stable coin. Biri Tether, digəri həmin o yadımdan çıxıb adı nədirsə. Yəni spekulyasiya baş verdi də, artdı və siz ora investisiya eləsəydiniz, misal üçün o hype, misal üçün 120-130 dollarda və gözləsəydiniz ki, bu biraz da artacaq, bu biraz da gedəcək, nəticədə siz itirmiş olacaqsınız, əgər satmasaydınız o qalxanda. Amma biz stabil, normal investisiyadan danışırıqsa, səhmlərdə bu 7-8 Amerika səhmləri, 7-8% gözlənti var. Daha risksiz, belə deyək, dövlət istiqrazlarında isə bu 4% civarındadır. İndi sual yaranır. Yaxşı, mənim vəsaitim, mənim 100 dollarıma 7% ilə 7 dollar bu nə deməkdir? Yəni bu nə qədər böyük qazancdır ki, mən bunu gedim o pulu xərcləyim də yox, olmaz. Sən yenə də deyirəm, qazandığın bir hissəsini yığım eləməlisən. Bu səndə yığım mədəniyyəti olmalıdır. O pensiya kapitalı kimi bir şeydir. Dövlət bunu görürsüz məcbur eləyib. Deyir səndən soruşmuram, verməlisən. Qocalanda mənim üstümə gəlmə. Pensiya kapitalından şeyləyərsən, düzdür? Burada da həmin şey. Pensiya kapitalı öz yerində bizi məcbur eləyirlər. Amma pensiya kapitalından da başqa sən yığımları fərqi yoxdur. 50 dollar olsun, 10 dollar olsun. İnvestisiya elə. İnvestisiya eləyəndə lap o 4% olsun ha. Bax o bayaq siz mürəkkəb faiz deyirsiniz. O mürəkkəb faiz nəticədə 30 ildə böyük effekt verir. Bəzi reelslər çıxır qarşıma. Məsələn deyir ki, mən oğlum üçün
bu şirkətlərə ayda $10 qoyuram. Qızım üçün də bu şirkətlərə, bəli türk bir iş adamıdır və deyir ki, mən bunu 10 ildə eləyirəm. Bəli. 10 ildə ciddi bir vəsait yığılıb, yəni sıfır olduğundan indi startapının yaxşı vəziyyətdə olduğu dönəmə qədər oğlu ilə qızı üçün bəlli bir investisiya eləyib və deyir onlar 18 yaşında olanda bunu onlara təhvil verəndə təxmini deyir hesablamamda onlara 1-2 milyon təhvil ola bilər. Əslində biraz da o mindsetlə baxanda ki, biz uşağa nə istəyirik? Yaxşı toy, bir dənə evin də alım, 2 otaqlı mikrorayonda evin də verin. Təhsili yaddan çıxartma. Təhsil verirlər axı. Təhsili çox az Azərbaycanlı var ki, uşağının təhsilinə ciddi vəsait. Mən sizinlə razılaşmazdım. Azərbaycanda nə olmasa da yaxşı bir şey odur ki, mən indi ətrafımdan və sair görürəm. Azərbaycanda evladların ali təhsillər də var, olmayanlar da var, amma mən nəyi deyim sizə? Yəni Azərbaycanda ənənəvi olaraq Sovet vaxtında da bu idi ki, oğlum qızım instituta girməsə, fərqi yoxdur ha, istəyir oxusun, oxumasın, diplomu olmalıdır. Nəsə bu təfəkkür bizdə var. Yox, şeydən danışıram. Məsələn, seçim qarşısına qoysan ki, qıza yaxşı cehiz yoxsa yaxşı bir ölkədə biraz daha bahalı təhsil. Vaxtilə tibb universitetinin diplomu bütün cehizlərdən yüksək idi. Yəni qızlar tibb universitetinin diplomu, həkim diplomunu cehizlə zat lazımdır, elə yaxşı cehiz kimi idi. Əslində biraz o mindset dəyişsə uşaqların gələcəyi üçün bu hissə sənədləri, xüsusilə bəlli bir şirkətlər, sizin dediyiniz istiqrazlar, düşünürəm ki, onların 18-20 yaşları olanda hətta onların o bahalı təhsillərini, gələcəklərini formalaşdıracaq bəlli bir investisiya kimi biz onlara verə biləcəyik. Biraz indi qoydum, gələn ay 7%-im nədirdən daha çox böyük məbləği olmayan adamlar. Bizdə iş barəsindədir ki, çox təəssüf ki, düşüncə qısa müddətlidir də. Maşın alanda nə düşünürdü ki, mən bunu neçəyə satacağam? Əslində indi almısan bu maşını, Allah səni saxlasın. Sən bunu neçəyə satacağımı, sən sabah maşını satmırsan axı. Üstəgəl, misal üçün də avtomobil likvid deyil. Çünki sən onu aldığın gündən hansı marka? Şey qoyuram da, yəni rariteti qoyuram kənara, amma istənilən halda avtomobil likvid deyil, çünki getdim, işə saldım, qiyməti düşdü də. Bəli. Böyük ölçüdə investisiya olunması üçün avtomobil almaq o qədər də sərfəli bir şey deyil. Bir dənə, yəni daşınmaz əmlak, onu da tez sata bilmirsən, amma saat almaq olar da, saat. Söhbət bahalı saatdan gedirsə, bahalı saatdan gedirsə, əgər onun da bir müddəti var, o müddət keçəndən sonra o saatı, onun da müştərisini tapmalısan. Rəsm əsəri ola bilər, investisiya üçün, hansı ki, müəyyən bir orijinallığı var, müəyyən bir. Siz danışdığınız məsələlər artıq o var, o mövzular var. Yox, spekulyasiya deyil, buna alternativ investisiyalar deyirlər. Bu arada onu da deyim ki, fondlar var, məhz bax siz dediyiniz işlərlə məşğuldur. Deyirlər səhim, istiqraz, bank depoziti bitib artıq, daşınmaz əmlak. Biraz alternativ, yəni rəsm əsərləri var, raritet saatlar var, avtomobillər var və s. var. Onun da yeri var. Limitli bir şeylər də. Əslində bəlkə iqtisadiyyat da bunun üzərində. Yəni limitlidirsə o baha olur da. Yəni tələb və təklif, əl çatmayan, tələb və təklif məsələsi. İndi biz ABB-nin o investisiya bölməsini açırıq. Yerli bazar var və xarici bazar var da. Və bir adam, indi mən açıram ABB-ni, çünki gündəlik istifadə elədiyim əplərdən biridir. ABŞ bazarı görürəm və burada istiqrazlar var. Burada dövləti istiqrazları var. Bir də burada sualım nə oldu? Məsələn, şirkət adı belədir. Johnson'da 6-7%dir, Microsoft'da 4-6%dir. Bir də United States Treasury Bonds'dır, 1%-dən 7%, bir də İsrailin istiqrazı var. Bu İsrail istiqrazı Amerikada yerləşdirilmiş iqtisad. Bəli, orada buraxıblar sadəcə olaraq dollardan. Borclu İsrail dövləti. Məsələn, çox maraqlıdır. Məsələn, o dövlət istiqrazlarının 1-7%, 1-5, 0-5, 1-2 dəyişməsi nəyin əsas? Məsələn, Koreya 4-5 müddətdən asılıdır. Aydın məsələdir ki, fərqi yoxdur. Ya dövlət, ya şirkət nə qədər uzun müddətə buraxsalar, bir o qədər çox faiz təklif eləməlidir ki, maraqlı olsun da. Məsəl üçün, bayaq qayıdaq sizin istiqrazınıza, söhbətgah MMC-nin istiqrazına. Siz istiqraz buraxsaz 1 ilə tutalım 15% investorlar istəyəcək o istiqrazın faiz olaraq da. Amma siz gəlib desəz ki, yox, 10 illik buraxıram. Biraz investorlar həyəcana düşər də.
10 il nə etmək istəyirəm? 10 il nə etmək istəyirəm? 10 ildən sonra qaytara biləcəyimi deyəcəklər, problem yoxdur. Yəni investisiya eləyə 10 illik də vəsait verə, amma inciməyin artıq 15 keçməyəcək, 20 istəyirik. Yəqin Aydın. ki, compound effekti Belə mürəkkəb faiz elə o dediyiniz məsələ. Çox uzadı danışmaq lazımdır compound effekt haqqındakı. Bizi bir çox istər kitab oxuma, istər kino izləmə, istər investisiya, biraz da bu Z generation'ın compound effektlə çox yaxından tanış olmamasıdır. Bizim generation compound effektdən çox istifadə edib ya da yaxşı öyrədirdilər. İndi Uzun, yəni investisiya yekunlaşdırsaq, yəni fikrimizi investisiya ediriksə, biz uzun müddəti düşünməliyik. Bəli. Məsəl üçün ABŞ istiqrazı və ya səhmi alırıqsa, onun ən aşağı qiymət nominal nədirsə, tutaq ki, $1000-dırsa, $1500-dırsa, ondan girə bilirik. Əgər bizdə kiçik məbləğlərdirsə, biz o kiçik məbləğləri artıq kiçik, tutaq ki, ABB-nin səhmlərinə yönəldə bilərik və səhv etmirəmsə, bizdə olan dövlət istiqrazları 1000 manatdır minimum məbləğdirsə. Korporativ istiqrazlar 1000 manat, $1000, indi baxır dollar yoxdur, var idi. Dövlət istiqrazları daha əl çatandı bu arada onu deyim, 100 manatdır. 100 manat. Yəni ya da ki, dövlət istiqrazları alırıq, amma bunu uzun müddətdə alırıq və davamlı eləmək lazımdır ki, siz onu sistematik hər ay gəlirin bir hissəsini ayırırsınız qırağa, dediyim kimi o 4 aktiv növüdür. Dövlət istiqrazı var, səhmlər var, bank depoziti var. 7%, 4% dollardan danışırıq. Azərbaycanda fərqli aydın məsələdir ki, Azərbaycanda dövlət istiqrazları indi axırıncı Maliyyə Naziri bu arada çox da aktiv bazara çıxmır, amma belə təxmini deyim sizə 1-2 illik dövlət istiqrazı, 2 il müddətli dövlət istiqrazı hardasa səhv etmirəmsə 7-8% civarındadır. ABB səhmləri, hansı ki Azərbaycanın mən bunu həmişə təəssüf hissi ilə və bəlkə də sevincisi ilə deyir, yeganə şirkətdir ki, onun səhmləri aktiv fond birjasına ticarət olunur, likvid bazarı var və bazar qiyməti formalaşır. Onun da ki dividend gəliriyinə biz baxsaq, hardasa 15-16% civarındadır. Yəni siz hardasa 27 qəpikdən alırsınızsa, ildə 4 qəpik dividend alırsınız. Bu arada vergidən də azaddır. Hökumətimiz sağ olsun. Qiymətgazlar bazarına dəstək verir. Ona görə onu uzun dönəmdə və davamlı. Uzun dönəmdə də mən bir çox insanlar tanıyıram ətrafından və s. Yəni ilk dəfə ABB üzr istəyirəm, səhmləri çıxanda alaq, almayaq dedim ki, niyə almayasan ki? Sənə 16% stabil şəkildə hər il gətirən manatda investisiya növü tanıyırsan, deyə bilərsən hansı? Deyir, nə bilim, qaynata var. Qaynata sağ olsun. Qaynatan da pulu hardansa gəlməlidir də. Pulu üstünə qoymayan da o bizdə bir misal var da, şeydir. Pulu üstünə qoymayanda dağ boyda pulun da olsa əriyib gedəcək. Bəli. Təşəkkür edirəm gəldiyinizə görə. Minnətdarıq. Maraqlı idi və ümid edirik ki, bizim dinləyicilərimizə və izləyicilərimizə də çox maraqlı oldu. Bu xatırlatmanı da mütləq verilişin sonunda etməliyik ki, burada danışdıqlarımızın heç biri investisiya tövsiyəsi deyildi. Bu sadəcə şəxsi təcrübə, yaşanan proseslərin bir canlandırılması idi. Və bu arada aparıcıların fikirliyi ilə redaksiyanın fikirləri üst-üstə düşməyə bilər. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun.